gördüyünüz bütün yaradılışlarda olan təbiət və xarakterlər və xasiyyətlərin heç biri Allah'ta deyil. İnanın və düz tanıyın. Heç biri Allah'da deyil. Onun üçün insanın düşüncəsi Allah'ın istəyi deyil. Çünki insan məhdud düşünür, ancaq gördükləri qədər, hiss etdikləri qədər, nə bilim, ağlının, kəmalının düşündüyü qədər. Yəni, çox böyük deyil bizim ağlımız, bizə özünü çox güclü göstərir. İnsan ağlı özünə o qədər güvənir, o qədər arxayındır. Çox elə də böyük deyil ağlımızın həcmi. O qədər güvənmək lazım deyil ona. Xüsusilə Allahla aranda olan münasibətdə qətiyyən özünə arxalanıb nəyinsə qərarını vermə Allah adına. Bundan böyük zəlalət olmaz sənin üçün. Mərhum Quleyni rəhmətullahi əleyh, Allah məqamını uca eləsin, bu mübarək hədisin açıqlamasını belə verir bizə. Deyir ki, Allahı Allahla tanıyın cümləsindən məna budur. Allah müxtəlif təbiətlərə malik şəxsiyyətlər yaradır. Müxtəlif nuraniyyətlər yaradır. Əşyaların cövhərləri, yəni əşyaların lap kökündə olan maddəsi və onun keyfiyyəti müxtəlif cür xəlq edir Allah. Buna bədən də daxildir, ruh da daxildir. Gördüyün bütün hərəkət edən və ya etməyən hər bir yaradılmış, bütün təbiətlərini, gördüyün xasiyyətlərini yaradan qüvvədən uzaqlaşdır, bu Allahı Allahla tanımaq anlamına gəlir. Çünki sən yaradılmışda gördüyün bir xarakteri yaradana nisbət versən, səhv tanıyacaqsın. Yəni, hər şeyi yaradıb, yaratdığının heç bir xasiyyətini onun özünə qaytara bilməzsən. Birini şirin yaradıb, deyə bilməzsən, Allah şirindir. Allahda şirinlik var. Birini acı yaradıb, deyə bilməzsən, Allah acıdır. Birini qorxaq yaradıb, deyə bilməzsən, Allah qorxaqdır. Birini şücayətli xəlq edib, deyə bilməzsən, Allah şücayət. Yəni, nə xislətlər ki, canlılara verib, özünə onu nisbət verə bilməzsən. Gör, kimin adından danışacağıq, ha, biz? Gör, biz kimin adından danışırıq? Biz kimə qapısına yalvarmağa gəlmişik? Biz kimdən razılıq istəyirik? Biz kimin mərhəmət eləməsini istəyirik? Biz onu necə tanımalıyıq ki, o da bizə məhəbbət eləsin? Və bütün bunları hamısını bildikcə əslində bir daha gəlib biləcəyik ki, Seyyid-i Şühədanın və bütün əhl-i beytin şəhid olması bizim içimizdə Allaha nisbətdə hansı bilgiləri aldı bizdən? Hansı doğru bilgiləri aldı bizdən? Biz Allah tanıyırıq səhv sifətlərdə. İraq sizdə, əhl-i beytsiz kim Allahdan danışıb, xəta, Allaha yaraşmayan, Allahda olmayan sifətlərdə tanıyıb. Onlara da bu neçə gündə vaxt olarsa toxunacaq inşallah. Əmirül-Müminin Mövlamızdan soruşdular. Bimə ərəftə Rəbbək. Eşidiləsi cümlədir. Mövlanın gözəl cümlələrindəndir. Elə bu hədisdən sonra Nəhcül Bəlağəsinə müraciət edib, oradakı ilahi tövhid, mərifət dərslərini bərabər oxuyacaq. Allaha and olsun, oxuduqca adamın az qala ayağının altından yer qaça. Öz-özünə sual verirsən ki, ilahi, mən doğrudan səni tanıyıram? Öz-özünə sual verirsən ki, doğrudan mən səni tanımışam? Yoxsa mən elə öz yazıq nəfsim səni mənə belə göstərir, səndən mənə nəfsim belə xəbərlər ötürür, elə bilirəm ki, olsam? Gör, Seyyid-i Şühəda əslində nəyi müdafiə eləyir? Bəşərin dünya və axirətinin
əyri gedməyən ilahi mərifət xəttini. Çünki hər şeydə ondan başlayır. Biri üçün Allah beyninə necə yazıldısa, elə də gedəcək. Elə də gedəcək. Nə qədər görürsən namaz qılmır, oruç tutmur, nə bilim haram eləyir, onu eləyir, bunu eləyir. Deyir ki, Allah məni o qədər çox sevir, Allah Teala məni o qədər məhəbbəti var. Allah hər gecə deyir, mən Quran oxumasam yata bilmirəm. Belə o da bir Allahdan danışır. Əgər hamının öz düşüncəsi bir Allah iradəsi olacaqsa, onda nə bilim, başqa yerə gedək də, başqadır, xeyr. Elə deyil məbud. Ya əmirəl-mümini, ey möminlərin şahı, qurban olsun sənin bu aşiqlərin günahkar canı, sənin o məzlum canı var, ya əmirəl-müminin. Bima ərəftə Rəbbəkə, öz Rəbbini, Allahını necə tanımısan? Bu çox mühüm məsələ. Necə tanımısan Allahı? Bima ərrəfəni nəfsəhu. Mövla deyir ki, o özünü mənə necə tanıtdırıbsa, mən də nə aşağı, nə yuxarı elə tanımışam onu. Deməli, birinci buradan, bu cümlədən bunu anlayırıq ki, Allahı tanımaq üçün lazım olan düsturları, qaydaları mən özüm yaradmıram. O təyin edir, mən qəbul edirəm. Peyğəmbər də belədir. Siz elə bilirsiniz ki, Allah tanımada olan qayda və qanunları İslam Peyğəmbəri özündən becərib. Xeyr, Allah Peyğəmbərinə özünü belə tanıtdırıb, o da bizə belə çatdırıb. Yəni, biz deyilik ona düstur yazan, o özünün düsturunu yazıb, bizə də xəbər verib, bizə düşən qəbul eləməkdir, bizə düşən təslim olmaqdır, bizə düşən əməl eləməkdir, bizə düşən tələblərinə boyun əyməkdir, əgər imanımız varsa. Yaxşı, biz deyilik bunun qanunlarını müəyyən eləyən, elə birinci budur. Birinci burasıdır. Baxın, İmam Əhl-i Beytə kim ki zülüm eləyib onların imamətini cəmiyyətdən almağa çalışıb, bugün də sözlərini, elmlərini insanlara az çatdırırlar, onlar hamısı öz ağlını müstəqil şəriət gözündə görən zavallı insanlardır. Biz Əhl-i Beyt sevənlərin onlardan fərqimiz burasındadır. Bizə görə ağıl risalətin kölgəsindədir, onların yanaşmasına görə ağıl özü risalətdir. Anlayırsan mı nə demək istəyirəm? Adam ağılla qəzavət eləməyə icazə bilir. Adam ağlı ilə hökm və əhkam çıxartmağa icazə bilir. Adam ağlı ilə əsaslanaraq bu halaldır, bu haramdır deməyi halal bilir. Yəni, əslində ağlını şəriət bilir. Amma biz 12 imamı tanıyan kişilər heç vaxt elə iman götürməmişik. Biz deyirik, ağıl böyük, gözəl neymətdir. Amma Peyğəmbərin ağlından sonra. Ağıl gözəl neymətdir. İmam Cəfər Sadiq əleyhissalamın ağlından sonra. Elə onun ağlı hamının ağlından üstündür deyənə, hamının da ağlı onun ağlına gərək tabi olaydı. İmam Hüseyin əleyhissalam da o şəxsiyyətdir. Görsən biz nə dəyərləri burada bir əza deyilə, indi biri orada burada biri özünü düz aparmır İmam Hüseyin məclisində kimsə əzanın əsl mahiyyətinə ziyan vura bilməz. Bu əzadarlıq əslində böyük bir akademiyadır, böyük bir məktəbdir. İçində insanı bütün cəhətlərdən kamilləşdirən fakültələr var. Hər bir cəhətdə. Onun elə biri də ilahi mərifət. Ən başlıcası da ilahi mərifət. Bima ərrəfəni nəfsəhu. Əmirül-Müminin buyurur, o özünü mənə nə ilə tanıtdırıbsan, mən də elə onu o cür tanımışam. Buyurur ki, və keyfə ərrəfəkə nəfsə. Yaxşı, bəs onda Allah özünü necə tanıtdırıb sizə, ya Əmirül-Müminin? O düz, nur nəfəsini açdı, nə açdı? Allah deyir, necə tanıtdırdı özünü sənə? Quranla deyir, bəzlə deyir, tək Quran bəs edir.
Tək Quranın özünün ayələrinə baxsan, elə zahiri tərcümə ilə kifayətlənsən Allaha olan etiqadında, sən elə həm materialist olarsan, həm də elə axırda dinsiz olarsan. O qədər məcazi cümlələr var, o qədər kinayə cümlələr, fəsahət və bəlağət bunu tələb eləyir də, sən bilmirsən. Elə oxuyursan ki, Allahın əli var. Getdin, inandın ki, Allahın əli var. Cisimləşdirdin. Bilmirsən ki, Allah onu başqa mənaya deyir. Allah sənə özünü necə tanıtdırdı? Buyurur ki, La yushbihuhu surə. Birinci bu. Heç bir surətə bənzəmir. 4 künc, 3 bucaq, düz bucaq, şaquli, surət deyilən bir şey varsa insan üçün Xaliq onun heç birinə bənzəmir. Biri bu. İndi gəl Allahın adına danış kişinin oğlu. Mən hardan bilim ki sənin dediklərin öz ağlım deyil mənə. İmam Hüseyin ağanın qiymətin bilək, höccətin qiymətin bilək. Deyir Allah mənə özünü tanıtdıranda dedi ki, mənə heç bir surət oxşamaz. Nəyə baxsan, kimə baxsan, hara baxsan, insana necə baxsam, la yushbihuhu surətun. Bir surət tapa bilmirəm ki, oxşadım ona deyim, Allah da belə surətdədir. Yəni surəti yaradır, surəti götürmür, özünə götürmür. Möcüzədir ilahi. İlahini tanımaq elə bilirsən, 2 rəkət namaz qıldın və salam sən Allahı tanımısan, bəlkə də bir əbədiyyət hələ tam-tamına tanımayacaq onu. Məhəbbətində inkişaf edə bilərik, rəhmətində dünyadakından daha artıq nemətlərinin içində, necə deyim, yaşayıb əbədiyyətə qovuşa bilərik, amma tam-tamına tanımaq, bunu unut. Əbədiyyət elə budur, maraq elə buradadır, ləzzət elə buradadır. Peyğəmbər imam deyəndə ki, bizim bir tikə elmimiz dünyanın hamısı qızıl olsa sizin qarşınıza qoyulsa ondan üstündür. Mənası elə budur. Çünki bizim sizə verdiyimiz elm Allahı həm düz, həm böyük eləyir sənin qəlbində. Sən böyüdükcə qızıl da gözündən düşür, ləli cəvahir də gözündən düşür, həm məqam da gözündən düşür, şöhrət də gözündən düşür. Bircə yaradanın ecazkarlığı, gözəlliyi, möcüzəsi səni elə qəribə bir şeydir. Allaha and olsun, ilahi mərifətin insanın sinəsində yaratdığı məhəbbət atəşi qəribə bir şeydir. Mən hələ Allah mərifətindən bir fincan nuş eləyən insanı görməmişəm ki, dünya malına meyilli olsun. Əksinə, hər kim Allahı düz, zərrə qədər düz tanımağı canına təlqin eləyirsə, dünya malını qoymusan əli ilə itirib o yana. Çünki tanımaq səbəb olub ki, o dünya malının qiymətsiz olduğunu başa düşüb. Həzrəti İbrahimə Cəbrail gəldi, İbrahim də Allahın höccətidir də, düzdürmü? Bütün ənbiyalar Allahın höccətidir. Bütün. 124 min peyğəmbər və onların hər birinin tapşırdığı vəsiləri, hamısı bəşərin höccətidir. Amma da indi İslam peyğəmbəri hamısından üstündür. İslam peyğəmbəri olan yerdə nə İbrahimə söz düşməz, nə Musaya söz düşməz, nə İsa'ya söz düşməz, nə Yaquba söz düşməz, nə bir başqasına. Əla nəbiyyina və alihi və aleyhimussalam, hamısı da qurban olun. Həzrəti Yaqub da bilir Hacı Fuad nə deyir. O bilir, bu dəqiqə gəlsə ruhu burada, bilir mən nə deyirəm. Bilir ki, mən deyirəm, ey Allahın qurban olduğum Həzrəti Yaqub, sənin qədəmlərinin altına bu hacının canı qurban olsun. Sən peyğəmbərsən, mən sıradan biri. Amma o məqamdakı höccətsən, Rəsul-i Əkrəmin höcciyyətinin qabağında yox. Bütün peyğəmbərləri bir gün Allah eyni gündə yaşatsa, söz haqqı əziz İslam peyğəmbərinindir. Bitdi. Başqa heç bir peyğəmbərin deyil.
Və la yahissu bil həvas. Əmirül Müminin Allahı bizə tanımada bu cümlələri deyir. Deyir, biri budur ki, surət qəbul eləmir, mənim inandığım məbudun surəti yoxdur. Heç bir surəti, heç bir şəkli, heç bir forması yoxdur. Deyim ki, insan forması yox, başqa bir forma. Yox, o da yoxdur. Forma yoxdur onda. Forma verə bilməzsən ki, beləsən, eləsən, bu cürsən. Sonra deyir ki, his üzvlərimlə qətiyyən Allahı dərk eləmək olmaz. His, indi bütün hamımız bu his üzvləri deyilən fitri istedadımızın içində boğulmuşuq. Bütün insan, dövrün insanı. Amma Mövla deyir ki, Allahı tanımaq üçün his üzvlərinin sənin beyninə ötürdüyü informasiyadan yüksək baxıb tanımalısan. Toxunursan, bu bərk bir şeydir. Allaha deyənməzsən ki, o da bərkdir. Qoxu alırsan burnundan, deyə bilməzsən ki, Allahın da qoxusu var. Səs akustikası, frekansları eşidirsən qulağından, deyə bilməzsən ki, Allahın səsi var. İndi bəzilə deyəcək, bəs Allah deyir Quranda ki, Həzrəti Musa ilə danışdı, Allah oturub özü danışmadı ki, ay biçarə, sən Əhl-i Beyti oxusan, tanısan, görərsən nə deyirlər. Qurban olduqlarım deyir ki, Həzrəti Musaya danışan səs Allahın səsi deyil ki, səsin özünü də yaradı bu. Yox, Allahın səsi varmış. Səsin özünü yaradıb. Yaradıb, o səsə lazım olan xəbərləri deyib, yollayıb Həzrəti Musaya. Allahın səsi var deyə bilməzsən. Amma bizdə hamısı var. Biz də deyirik ki, bütün hisslərimizlə nə düşünürəm, Allah da onu istəyir. Olur elə şey. Və la yuqasu bin nas. Bəh, 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 dərsdir bu. Hər biri Allah'ın olsun mövzudur. Elə bax, və la yuqasu bin nas. Bu kəlməni götürüb üstündə bir iki minbər rahat söhbət eləmək olar. Nə deyir Mövla? Deyir, Allahı mən belə tanıdım, sayır nüqtələri, müəyyən bəndləri birində də gəldiyi ki, insanlarla müqayisə olunmaz. İnsanların verdiyi qərarla müqayisə olunmaz. Bax, söz budur. Cəmiyyət bir şeyə halal dedi, Allah da halal deyib. Belə deyil. Cəmiyyət bir şeyə haram dedi, Allah da ona haram deyib. Belə deyil. Bəlkə 90% biz cəmiyyətlərin qərarlarıyla o yaradanın qərarı kəllə-kəlləyə gəlir. 90%. Çünki bizim istəklərimizin hamısı həvai nəfsin toplumundandır, amma onun qərarları hidayət qanunundandır. Nurdandır. La yuqasu bin nas. İnsanlarla müqayisə olunmaz. İnsanların düşüncəsiyle tanınmaz. Bu sözə baxın. Hər o insan ki, Allahla bəndə arasında höccət, peyğəmbər, imam kimi zərurətə biraz kəm baxır və yaxud İbn Sina kimi höccəti təkzib edir. Yəni deyir ki, ağıl çatır Allaha, vəsilə ehtiyac yoxdur. Həmən indi müasir, buna indi materialist deyirlər, deist deyirlər, addan da bilmirəm bunların heç. Axırı ismisdir, bilirəm ki. Allah var, din yoxdur. Həmən şeydir də, bax həmən şeydir. Allah var, din yoxdur. Allah var, yaxşı, sən Allah hardan tanıyırsan, deyir, ağlım var da, bəs Allah mənə ağıl verib də. Ağıl verib ki, belə-belə, yaxşı, mən də sənə deyim, bax, bu sözə diqqətlə qulaq assınlar. Onlar bilmirəm hansı formada Allah tanıyır, amma əsl, həqiqi yaradanın özü haqqında dediyi cümlələrdən biridir. Özünü belə tanıtdırır bizə, Mövlanın sözüdür. Qəribun fi bu'dihi və bəidun fi qurbihi. Yaxın olduğu qədər uzaqdır, uzaq olduğu qədər yaxındır. Buyur, belə bir yaradanın adından danış, de və sübut elə ki, sənin dediyin
Bax, belə bir Allahın istəyidir. Meydan var. Hüccətindən başqa, 12 imamdan başqa bu suala əlini qaldırıb mən deyə bilən ikincisini tanıyırsınız? Sual verirəm, tanıyırsınız? Hüccət tamam oldu, bitti. 12 imamdan başqa gedilən Allah adına yolların hər biri zəlalətdir deməkdir bu. Yalnız 12 məsum imam nə dedisə, deyirsən Allah deyəndir. O da Peyğəmbərin öz sözünə əsas. Qəribun fi bu'dihi. Necə bilim sən nəyi necə istəyirsən? Deyirsən yaxın olduğum qədər uzağam, uzaq olduğum qədər yaxınam. Yəni sən tuta bilməzsən mən harda nəyi necə istəyirəm. Bu o deməkdir. Sən ancaq mənim səndən tələblərimi icra elə. O tələblərimi də hüccətimin, səfirlərimin vasitəsilə sənə demişəm. Danışa bilən bütün canlı gətirəsən, deyəsən ki, Allahı təriflə, vəsf elə, heç bir danışan nitq onu layiqincə tərifin deyə bilməz. Allah bizim üçün belə bir məbuddur. Heç bir. Hətta İslam Peyğəmbəri də belə, sallallahu aleyhi və aleyhi. Söhbət Allahdan gedir, ha, qardaşım, sənə qurban olum. Baxma, axır zamanda bu söz ucuzdaşıb. Baxma, axır zamanda insanlar bunun dəyərini itirib. Sözün dəyərini itirə bilərsən sən. Onunla da özünün dəyərini itirə bilərsən sən. Amma Allahın zatını heç nə eləyə bilməzsən. Allah elə Allah olaraq qalıb. Necə var idi, həmişə elədir. İnkişaf eləməz, emməz, qalxmaz, necə də elədir. Mövla buyurur ki, heç kim, heç bir danışan dil, danışan söz, insandırsa insan, mələkdirsə mələk, fərq eləməz, heç bir danışan canlı Allahı ləyaqətlə, layiqincə tərif eləyə bilməz. Deyə bilməz ki, mənim ona dediyim tərif budur, o da ondan o yana bir şey deyil. Çünki nə tərif tapsın, azdır onun yanında. Nə qədər çox düşünsən, yenə də azdır onun yanında. Namazların təkbirində bağlı bir hədis demişdim mən. O cümləsini demək üçün hədisi xatırlayaq bir daha. İmam Muhammed Baqir əleyhissalam dedi öz tələbələrindən birinə ki, namazda Allahu Ekber deyib başlayırsan, yəni mənasını bilirsən də Allahu Ekber, yəni Allah böyüdür, böyük, bəli. Deyə bilərsənmi sənin üçün bu böyülük kəlməsi nə anlamdadır? Sən deyəndə ki, Allahu Ekber, yəni Allah böyükdür. Bu böyülüyü necə dərk eləyirsən? Qayıtdı ki, yəbnə Rasulillah, mən onu böyük deyəndə bu cür anlayıram ki, Allahu Ekberu min kulli şeyin. Allah hər şeydən böyükdür. Bu cümlədə, belə bir cümlə ilə anlayıram bu böyüklüyünün mənasını. Mənim, sənin orta ağlımız olduğu üçün elə bizim də cavabımız bundan o yana getməzdi. Amma həqiqəti bu deyilmiş. İmam Muhammed Baqir əleyhissalam buyurdu, xeyr, bu cavab kamil cavab deyil. Bəs nədir? Deyir, çünki bu cavaba diqqət elə. Allah və hər şey. Allah və hər şey. Artıq sən ikilədin. İkiyə böldün artıq sən. Bu iki şeyi bir-biri ilə müqayisə elədin, Allahı hər şeydən böyük bildin. Mən birinci sualım budur. Elə bir şey varmı ki, Allahın o şeydə izni, əsəri, elmi, hikməti olmamış olsun? Bir şey tap, bir şey, ikincini istəmirəm. Nəyə istəyirsən əlini uzat, bu mikrofondan, texnikadan, telefondan, daşdan, paltardan, insandan, nəyə istəyirsən əlini uzat, de ki, bax bu Allah olmadan müstəqil qalıb, müstəqil yaranıb, müstəqil yaşayıb, müstəqildir. Allah'a ehtiyac yoxdur bunun. Var mı elə bir şey? Mümkündür.